Aha. Bu listeningdə yoxsa? Yox, bu readingdə gəlin listeningə başlayaq. 5-in 3-ü. Biri ötək, çünki bizə lazımdır ikinci. Gəlin baxaq. Aha, başlayaq görək. Nərmin xanım necə izah edərsiniz birincini? Nəyə baxmalıyıq biz burada? Deməli, burada deyir ki, secret play ilk dəfə harda take place? Take place baş verməkdir. Aha. Aha, harda baş verib? Keçirilir. Harda Və Daha yaxud yoxdur? doğrusu nə When. vaxtdır? When. yaradılıb da mənası götürülə bilər bunu. Yəni ilk dəfə harda? Hı Yox, -hı. harda yox, nə vaxt? Nə vaxt? Bəli. Aha. İllər başa. Sizcə üçündən də danışa biləcəyik, yoxsa ancaq birindən danışacaqlar listeningdə? Bizi çaşdıran məqam hansı idi? Üçündən də danışırdı. Yəni 3 ili də deyir. Aha. Həmişə baxın bu tip testlər. First-ə fikir vermək lazımdır ona görə. First, aha, bir də ki keçirilməsi ilə bağlı. Bu testlərdə həmişə bilirsiniz necə olur? Bizi çaşdıran hissələr. Ya deyirlər ki, məsəl üçün belə bir fikirləri var idi. Tutaq ki, 10 il qabaq belə bir fikirləri var idi. 2 il qabaq fikirləri həyata keçirməyə çalışdılar, amma alınmadı. Keçən dəfəki testimizdə var idi. Etməyə çalışdılar, amma alınmadı, yarımçıq qoyuldu. Amma tutaq ki, filan ildə və ya 5-6 il əvvəl keçirildi. Bizə çaşdırmaq üçün hər üç verilə bilər. Aha, ikinci. How often, yəni orada birinci suala baxmaq lazımdır. Neçə dəfə traffic now? Hə, həftə ümumiyyətlə neçə dəfə Backwood Road bu yol Bağlanır. bağlanır? Özü nə vaxt? İndi. İndi bəli, İpucu indilərdə budur. neçə dəfə? İpucu İndilər budur. orada now, orada yəqin ki son vaxtlarda recently ilə əvəz oluna bilər də. Recently ola bilər. Now, right now, recently. Elə now özdə Mhm. istifadə olunur. At the moment sözü ola bilər. O at the moment çünki eyni məna. Aha, üçüncü. Deyir məsuliyyətli şəxs kim idi bağlanmasında əsas, yəni kim idi Ha. onun səbəbkarı mı deyim? Ya Kim tərəfindən? council, Yes, yes. council official, Məsuliyyəti polis kim ya da daşıyırdı? yerlilər. Yes, ya da yerli. Warden o yolu qoruyanlara deyirlər. Mhm. Aha. Dördüncü. Residents, habitatlar, yəni bir dəqiqə nə deyir? İstəyir, hansı ki onlar istəyirdilər maşınları nə olsun orada bildirəcək. Park digər küçədə, yəni nə deyirlər ona, park etmək nədir? Elə park Saxlamaq istəyirlər maşınlarını. parking. Aha. Daha yavaş sürməlidirlər ya da ki onların icazəyə ehtiyacı var saxlamaq üçün. Yox, Aha. wardenlar tərəfindən icazəyə ehtiyacı var. Warden Burada nə idi? bilirsiniz, o qoruyan bu yol polisi kimidir, amma bir Azərbaycanda məncə yoxdur. Parkinqin falan qarşısında olur bir qoruyucu kimi. Ə, Əslində var məncə. Qoruyucu polis kimi bir növ, amma Hə, yolla əlaqəli. Yol polis. Hə. polisi, bir növ yol polisi vardır. Burada bilirsiniz nədir? Residence bizim mübtədamızdır. Biz bu ikinci tərəfdə xəbərlərə baxmalıyıq. Bu who want to use their cars bunun əlavəsidir. Hansı bəs sakinlər, kim ki maşınlarını istifadə etmək istəyirlər. Onun əlavəsidir. Bizə lazımdır ki, bu sakinlər nə edə bilərlər? Ya Nə başqa idi? şəhərdə park eləməli, başqa küçədə park eləməlidirlər, ya çox yavaş sürməlidirlər. Və yaxud da ki, Warden tərəfindən bir icazəyə ehtiyacları var. Bizə yəni lazımdır ki, söhbət bunlardan gedir, residence əhalidən və bunun xəbərləri. Bu hissəsi yəni o yəqin orada danışırlar ki, biri var adi sakinlər, bir də var maşın sürmək istəyən sakinlər. Aha, 5-ci. Ə, Orada danışanlardan birinin adı deyir ki, o deyir ki, Ha. street play şemalarıdır, nəsə də adları. Bu plan Ən daha çox çox ehtiyacları var nəyə? Nəyə ehtiyac olunur? yox, Ehtiyac olunur. harda ehtiyac var? Hə, harda? Harda? Çünki bu plana harda ehtiyac var daha çox? Ya varlı zəngin ərazilərdə, quiet suburban area, sakit suburban ərazilərdə və yaxud da çox trafik olan yerlərdə, Ağır tıxac olan trafik yerlər. belə. Aha. Tıxac olan yerlər. Yes, wealthy areas. Aha. 6-dan Elbraham siz deyə bilərsinizmi? Aha. 6-dan sona qədər. Niyə Okay, what has been the reaction of residents who are the not parents? Deyir ki, kimlər ki parent değildi, onların reaksiyası nə olmuşdu? Mən bunu səhv yazmışdım, amma ya mən orada eşitdim ki, many of them were unhappy at first deyir elə. Amma yəqin ki, sonra nəsə başqa şey deyib, orasını tutmamışam. Mən onu yazmışdım. They like seeing children play in the street. Deyir ki, ya xoşlayırlar
küçədə oynayan uşaqları. They are surprised lack of noise. Səs-küyün az olmasına təəccüblənirlər. Aha. Mən bilən cavab orada B idi. Bilmirəm, yadımda deyil əgər düz yazmışamsa. Eşidəndən dəqiq baxaram. Hamısını qeyd elədik keywords kimi baxacaq qulaq asanda. Aha, 17-18-də. Okay. Benefit children's. Deyir ki, iki dənə benefit lazımdır bizə. Uşaqlar üçün. Hansı ki ipucu nədir? The most important. Çox vacibdir, bəli. Hamınlar danışa bilərlər, amma bizə lazımdır ən vacibləri. Physical activity-ni artırır, independence, yəni müstəqilliyi artırır, yeni oyunlar öyrənmə imkanını artırır, part of community, cəmiyyətin bir hissəsi olma imkanı yaradır, opportunity to make new friends, yeni dost edinməyə şans olur. Yes. İndi biz fikir verəcəyik ki, daha çox ən vacib hansıdır? Yenə də bizi çaşdırmaq üçün hamısına danışacaqlar. Tutaq ki, physical activity falan yaxşıdır, amma ondan da önəmliləri var və yaxud o qədər də önəmli deyil, less important. Belə deyirlər. Some results of the King Street experiment surprise. Deyir ki, King Street eksperimentin nəticəsində Alice nəyə təəccüblənir? Bizə lazımdır təəccüblənməsi. Təəccüblənməsi, bəli. Deyir shoppers çox alıcı olmağına, safety, yəni təhlükəsizlik inkişafına, daha az air pollution, yəni zibilləmə, hava zibillənməsi olur. Daha çox relax, rahat atmosferi olur. Bir də daha az noise, səs zibilləməsi. Səsin yayılması, noise pollution o mənada götürülür. Burada da birini səhv, birini düz yazmışdım. Amma mən ikisini də elə belə eşitmişdim. Yəni tapa bilmədim ki, niyə səhv yazmışam. Burada bizi çaşdırmaq üçün pollution sözü qoyulub. Deməli, mətnin içində pollution'a danışacaqlar. İndi biz baxmalı A-yadır yoxsa noise-dir. Noise pollution da onlar verə bilərlər ki, ya elə bu noise-dən verə bilərlər səs-küy və yaxud da onun əksi ilə də verilə bilər. Çünki bu sözün noise-un sinonimi başqa noise. Nəysə sinonimi azdırsa və yaxud da yoxdursa ona əksi də verirlər. Sound, yes, ola bilər səs. Amma o səs mənasındadır. Lap belə səs-küylü. Sonra safety, ümumiyyətlə bu tipdə nəyəsə təəccüblənirlərsə, bu çalışma yadımızda saxlamaq ki, nəyəsə təəccüblənirlərsə, deməli orada burada verilən şeyin tərsini deyəcəklər. İsim olaraq tərsin verəcəklər, əks mənalısını, amma feil olaraq eyni olacaq. Düşmədim. Baxın, məsəl üçün tutaq ki, burada deyirlər ki, more relaxed atmosphere. Daha belə relax atmosferi var. Orada bizə bunu tam əksini verəcəklər ki, məsələn, narahatçılıqlar yox idi. Belə deyəcəklər. Narahatçılıqlar yox idi, yəni relax dedilər də o deməkdir. Atmosfer məsəl üçün deyir ki, çox sakit idi, comfortable idi. Daha doğrusu comfortable idi, belə verilməyəcək. Bu bizə asan yolu göstərir. Amma bizə lazımdır ki, onlar bizi çaşdırmaq üçün deyirlər ki, məsəl üçün atmosfer narahatçılıq doğurmurdu və yaxud da ki, atmosfer çox da belə insanları narahat etmirdi. Bu axı eyni mənaya gəlib çıxır, more relax-a gəlib çıxır. İnkarı verir, amma eyni mənaya gəlib çıxır. Məsələn, orada cavabda more shoppers var. Mən götürməmişdim, çünki heç more shoppers-ı eşitməmişdim. More shoppers, baxarıq ona. Gəlin qoyaq listinqə. And answer questions 11 to 16. My guest on the show today is Alice Riches, who started the Street Play scheme where she lives in Beechwood Road. For those of you that don't already know, Street Play involves local residents closing off their street for a few hours so that children have a chance to play in the streets safely. She started it in her own street, Beechwood Road, and the idea caught on. And there are now street play schemes all over the city. So when did you actually start the scheme, Alice? Well, I first had the idea when my oldest child was still a toddler. So that's about 6 years ago now. Okay, 6 il əvvəl nə olub? Fikir olub, ideyası. Hansı ki uşağı körpə olub, toddler. 6 il əvvəl fikir olub. Bizə nə istəyir? Nə vaxt baş verdiyini. Yes. Bir də onsuz baş deyirsən.
Aha, gəlin At baxaq. least orada deyəcək. Actually start the scheme, Alice? Well, I first had the idea when my oldest child was still a toddler. So that's about 6 years ago now. But it took at least 2 years of campaigning before we were actually able to make it happen. Bəs nə qədər vaxt getdi bunu gerçəkləşdirmək üçün? Gerçəkləşdirməyə qərar verənə qədər daha doğrusu. 2 il. Ən az 2 il. il. Amma demədi ki, ilk gerçəkləşdirdikləri il nə vaxtdır. Hələ deyir 2 il tamam. vaxtları gedib ki, bu fikir 6 il əvvəl gəlib. 2 il düşünüblər ki, yəni bunu həyata keçirsinlər. So the scheme's been up and running for 3 years now. Up and running orada yəni həyata keçirilib mənasında. Run çünki o həyata keçirmə mənası var. Nə vaxt həyata keçirildi onda? 3 years ago. Yes, 3 years ago. Yes. Ha, Mən 6 yazmışdım mənə. Bəs siz 6 yazmışdınız. Bəs Nərmin xanım siz? Mən 2 listə eşitmişdim, elə bildim ən tez. Tərcüməyə də baxmalıyıq. Həmişə bu çalışmanın ümumiyyətlə qaydası budur. Üçünün də vaxtını verirlər. Çox çıxacaq qarşımıza bunlar. Üçünün də vaxtını verirlər. Diqqətlə qulaq asmalı. Çünki həmişə birinci nəsə fikir ideya atılır ortaya. Sonra onu düşünürlər. Bəzən olur keçən dəfəki kimi ləğv olunur. Amma sonradan yəni həyata keçirilir. Bizə lazımdır həyata keçirildiyi vaxt. Bir də qoyuram o hissiyyə tam baxaq. And answer questions 11 to scheme where she lives in Beach. For those of you that don't already know, street play involves local residents closing off their street for a few hours so that children have a chance to play in the streets safely. She started it in her own street, Beechwood Road, and the idea caught on. And there are now street play schemes all over the city. So when did you actually start the scheme, Alice? Well, I first had the idea when my oldest child was still a toddler. So that's about 6 years ago now. But it took at least 2 years of campaigning before we were actually able to make it happen. So the scheme's been up and running for 3 years now. We'd love to be able to close our road for longer, for the whole weekend, from Saturday morning until... Aha, bu deməli başa düşdükmü bu 3 il əvvəl səsini. Okay. Gəlin ikinci Bəli. sualımıza bax. Nə qədər müddətdə yol bağlanır? This child was still a toddler. So that's about Okay. campaigning before we were actually able to make it happen. So the scheme's been up and running for 3 years now. We'd love to be able to close our road for longer, for the Artıq close the road. Yolun bağlanmasından danışırıq. weekend, from Saturday morning until Sunday evening, for example. Deməli nə vaxt yol bağlamaq istəyiblər? Saturday, Sunday. Amma bizə nə lazımdır? Hazırda nə vaxt bağlanıb? Now. Bəli. Onların Deyir istəkləri. ki, sonra deyəsən deyirdi ki, o həmin vaxtlarda həftədə bir dəfə olur. Artıq uje ayda bir dəfə olur. Nəsə belə bir şey eşitmişdim deyəsən. Aha, baxaq. At the moment, it's just once a week. At the moment, it's just once a week. Hal-hazırda sadəcə deməli həftədə bir dəfədir. Bəs ay sözün deyirmi? When we started, it was only once a month, but we're working on it. So what İlk başlayanda ayda bir dəfə idi. Hal-hazırda həftədə bir dəfədir. Siz nə yazmışdınız? Onu mən səhv başa düşmüşəm, tərcüməsini əksinə başa düşmüşəm. Ona görə də elə səhvdə yazmışam. Once a month. Bəs Nərmin xanım siz? Mən elə A yazmışdım. Once a Evet. week yazmışdım. Üçə baxaq ki, kimdir burada məsuliyyət daşıyan? happens when Beechwood Road is closed? We have volunteer wardens, mostly parents, but some elderly residents too, who block off our road at either end. Deməli, kim idi burada məsuliyyət daşıyan? Volunteerlar, hansı ki onlar kim idi? Ya valideynlər idi, ya da oradakı sakinlər. Residence, yes. Yes. Onda orada hansı var? Local wardens. Yes. Local wardens, yes. The council have provided special signs, but there's always a volunteer there to explain what's happening to any motorists. Council orada nə qoyub? Science. O yol nişanları. İşarələr olur, hə. İşarələr qoyub, amma izah edən kimdir? Volunteer. Kənillər. Local wardens. Aha, indi bizə lazımdır ki, orada sakinlər kim maşınlarını istifadə etmək istəyirlər. Nə edirlər onlar? Nə etməlidirlər? Generally, they're fine about it. We've only had to get the police involved once or twice. Now, I should explain that the road isn't completely closed to cars, but only residents' cars are allowed. If people really need to get in or out of Beechwood Road,
It's not a problem as long as they drive at under 20 kilometers per hour. Nə etməlidirlər? 20 kilometrdən aşağı sürməlidirlər. Ha, But Slowly. most people just 20-dən aşağı sürməlidirlər. Baxa başqa ardına. decide not to use their cars during this time, or they park in another street, Ha, bir dəqiqə. as long as they drive at under 20 kilometers per hour. But most people just decide not to use their cars during this time, or they park in another street. Ha, inkar eləyir. Görürsüz? Deyir ki, amma ya gedib başqa bunu etmək istəməyənlər. Gedib başqa şəhərdə də şəhər nə deyir? Başqa küçədə də sürə bilərlər. Yəni orada park edə bilərlər. Amma bunu etmək istəməyənlər deyir. Bizdən kim istəyir? Bunu etmək istəyənlər. Onda slowly olmalıdır. 20 kilometrdən aşağı ya slowly. Biz Warden'la danışırmı baxın? Are only there to stop through traffic. So, can Warden sadəcə orada dayandıra bilər trafiki. İcazə söhbətindən yoxdur. True false not given kimi yazsaq, onda C olar not given. Warden qadağa deməkdir. Hə, yuxarıdakı local warden. Bilmirəm. Warden o yol polisi kimidir? Əslində var ya, bizim universitetin keçidində də var idi. Nərmanovdan gələndə yolun ortasına durur polis. İşarə göstərir. Keçə bilərsiniz ya yox. Onlar nəzərdə tutulur yol polisi kimi. Aha. Deməli, C variantı deyir ki not given'dır. A variantı false oldu. Bir dənə qaldı B. 20 kilometrdən aşağı yəqin slowly. Başa düşdüyümü Nərmin xanım bunu? Səhv eləmişdiniz yoxsa? Bəli, səhv idi məndə də bu. Başa düşməmişdim Nə heç. götürmüşdünüz? Mən orada deyəsən elə another street A yazmışdım. Orada görürsünüz, əsas müftədamıza baxır ki, kim ki istifadə edə bilər. Another street istifadə etmək istəməyənlər. Bəli, başa düşdüm. Elbir xanım sizdə Düzdür bu məndən. düz idi. İndi A, B5-ə baxaq, 15-ə. anyone apply to get involved in street play? Absolutely. We want to include all kids in the city, especially those who live on busy roads. It's here that demand is greatest. Demand, tələb var. Greatest. Ən böyük tələb haradır? Bir də qoyum o hissəyə. Through traffic. So, can anyone apply to get involved in street play? Absolutely. We want to include all kids in the city, Biz bura kimi daxil eləmək istəyirik? All Uşaqlar kids daxil etmək istəyir. uşaqların olduğu yer, amma especially those who live on busy roads. especially Busy roads, onda heavy traffic'dir orada. yes. C. Siz nə yazmışdınız? Mənim yadıma gəlmir, o bunun cavabı. Bəs Elbir xanım sizdə? Mən A yazmışam. Wales areas. O danışır mı Wales'dən? Əslində deyir, hə, deyəcək Wales-ın. It's here that demand is greatest. Okay. Obviously, there isn't such demand in wealthier areas where the children have access to parks or large gardens, or in the suburbs where there are usually more places for children to play outside. I'd recommend that Amma great Axı deyir buradakı more demanding. Wales areas. Mən greatest sözünü birinci there söylədim. to stop through traffic. So, can anyone apply to get involved in street play? Absolutely. We want to include all kids in the city, Okay. especially those who live on busy roads. It's here that demand is greatest. Bura tələb daha çoxdur, ən böyük. Greatest. Ən çox tələb buradır. Most. More demir ki most, üstünlük dərəcəsi. Amma yenə baxın bir dəqiqə. Obviously, there isn't such demand in wealthier areas where the children have access to parks or large gardens. More demir axı. Or in the Isn't suburbs such where there are demanding, usually deyir, more isn't. places. More place More- deyir, daha çox yer. Yo, more demir, sadəcə deyir ki demanding. Mən də Isn't. demanding. Isn't məncə. Orada nəsə notla bir şey eşitdim. Isn't demanding deyir. Belə bir şey eşitdim. Də arxaya eləyərdiz. Baxım görüm düz eşitdim. Roads. It's here that demand is greatest. Bu heç, bu buna aiddir. Obviously, there isn't such demand in wealthier areas where the There isn't, yes. Yo, inkar edir. There isn't deyir. There isn't. Həm də orada greatest deyəndə artıq üstünlük dərəcəsini göstərdiyinə görə burada üstünlük dərəcə most neededdir. Okay. children have access to parks or large gardens,
or in the suburbs where there are usually more places for children to play outside. I'd recommend that anyone listening who likes the idea should just give it a go. We've been surprised by the positive reaction of residents all over the city, and that's not just parents. There are always a few who complain, but they're a tiny minority. Çox azı şikayətlənirdi. Bir də qoyuram baxın. Likes the idea should just give it a go. We've been surprised by the positive reaction of residents all over the city, and that's not just parents. There are always a few who complain, but they're a tiny minority. On the whole, everyone is very supportive and say they're very happy to see children out on the street, even if it does get quite noisy. Deməli, İndi B olur. Elə valideyn orada bir cümlənin içində ikisinin cavabını dediyi. Birincisi, Sakit olmasa da ənənə yenə də deyil. xoşbəxt idilər onlar Aha, belə bir şey. xoşbəxt idilər. Deməli, A da deyil, C də deyil, yes B. Həm də deyir, çox azı şikayətlənərdi. Valideyn olmayanlardan few, çox azı şikayətlənə bilərdi. Aha. İndi burada nə qədər, kimin, məncə qrupa göndərmişlər Məxam, amma Elvira xanım ki, yox idi qrupda. Hə, mən kompüterdə çəkmişdim. İndi baxdım. Mən ümumi cavab atmışam deyə bilmirəm hansılardır. Gərək video kimi atmayayım. Hə, gələn dəfə video kimi atsız çox yaxşı olar. Məndə elə bir 5 Ümumi aşağıda belə çəkib atmaq da olur. Hansılar səhvdirsə sırf ona bax. Aha. məndə 11, 14, 15. 11. Burada yəni demək olar ki, hamısı səhv oldu. İkisi düz olub. O birisində bir dənə səhvim var aşağıdakında. 5 düz 5 səhvim var ümumiyyətlə. Biz bunu true false not given kimi yazsaq, məsələn, birinci çalışmanı necə götürərik? Birincidə deməli birinci deyir ki, 6 il əvvəl uşaq idi. Mənim uşağım yəni balaca idi. Onda hələ bu fikirlər var idi. Deyir ki, 2 il çəkdi onların qərara gəlməyi. 3 il əvvəl də başlayıblar. Belə olmalı idi əslində. Biz onda bunları false götürürük də, not given. Bəli. Hamısını deyir, amma false-dur. Yes, false. Okay, 2-də 2-də how often when traffic now. Aha, deməli burada deyir ki, Saturday və Sundaylər birinci deyir. İstəyirik demək. Aha. Aha, amma yəni bu false olur da, demişdi. Demişdi, yes. Aha, sonra deyir ki, once a month açılanda once a month idi, əvvəllərdə once a month idi. İndi once a weekdir. Yəni Yes. deməli onda onlar da false-dur. Yenə də false-dur. Amma 3-də councildan danışır. Bu ana deyir sadəcə işarə qoyublar da ora. Bu olur false. Polisin ümumiyyətlə adı çəkilmir. Not given. Ki local wardensdəki yerli əhalidirsə, yəni parents falan, residents, C variantı. Biz bunu true false kimi götür və bir də əsas baxın diqqət eləməli olduğumuz yerlər bu hissələr. Məsələn, now. Və yaxud da ki, first take place. Hamısı multiple choice listeningdə, readingdə belə deyil, listeningdə üçündən də danışırlar. Çox vaxt üçündən də danışılır. Çox az hallarda ikisindən danışıb birini buraxırlar. O da ki, məsəl üçün bu hallarda məsələn ola bilər. Və biz fikir verməliyik, məsələn, buradakı kimi most needed və yaxud bayaq Nərmin xanımın dediyi kimi isn't demişdi. Ona baxmalı ki, inkarın göstərir də. Keçə indi 18, 17-dən 20-yə. Burada səhv olmuşdumu? Məndə 19-20-də bir variant səhv yazmışım. Birinci düz, birinci. Nərmin xanım yadınızda qalıbmı sizin? Yox. Tamam. Bundan sonra dəqiqliklə yazıb atacağım. Tamam. Now listen and answer questions 17 to 20. There have been so many benefits of street play for the kids. Parents really like the fact that the kids are getting fresh air instead of sitting staring at a computer screen, even if they're not doing anything particularly energetic. And of course, it's great that kids can play with their friends outside without being supervised by their parents. But for me, Aha. Deməli, dedik ki, dostluq qururlarla uşaqlar. Bu yaxşı bir şeydir. Amma ən vacibidirmi? Ona dedimi? Bunu atdıq. Çünki bizə lazımdır most important. biggest advantage is that kids develop confidence in themselves to be outside without their parents.
Ən yaxşı şey nədir? Valideynlərsiz orada gəzə bilirlər. Confidence olur. Aha, Ha, güvənli. onu yadıma Without düşdü parent. yazdım. Independence yazmışdım birini. Independence, yes. Valideynlər Elə olmasa onunla üstə uyğunlaşıb. Ha, Bəli. yes. Independence. Sonra The other really fantastic thing Real. is that children get to know the adults in the street. It's like having a big extended family. It certainly does have a lot of Bir də D benefits. yazmışdım. I want to move görürsüz deyir ki, yolda gördükləri, aha elə deyil olur da. Çünki yolda gördükləri Ha, nə valideynlər yaxşı tanıyırlar, düzəltmiş. sanki extended familydir, belə genişlənmiş bir ailədirlər. Deməli bu community-nin bir üzvü kimi hiss eləyir də. Elə bir şans Yes. Yerdən danışdı, amma o bizə lazım deyil, çünki most important deyil. Baxın, listening-dən yuxarı yazmağın əsas belə ipucusu odur ki, bunlara diqqət eləməliyik. Bu sözlərə diqqət elədikcə, onları məsəl üçün axtaranda cavabı most important hissələrinə. Görürsüz, most important demək real fantastic dedi. Amma yenə də real fantastic onun, yəni eyni mənaya gəlib çıxır da, çox önəmlidir mənasında. now and ask you about a related project in King Street. İndi Right. Şu, Well, this was an bu bir dənə false oldu. Bunlar not given'dı. Bu da ki true. Aha. İndi keçək bura. experiment I was involved in where local residents decided to try and reduce the traffic along King Street, which is the busiest main road in our area, by persuading people not to use their cars for one day. We thought Bir gün maşın sürməyəcəklər. about making people pay more for parking, but we decided that would be really unpopular. So instead, we just stopped people from parking on King Street, but left the other car parks open. It was surprising how much of a difference all this made. As we'd predicted, air quality was significantly better. Bunların gözlədiyidir ya. Şok olduqları deyil. Yeah, significantly bettersə less air pollution olurdu onda. Aha. Yox, Antonim dedi. Onlar hələ onu gözləyirlər. Şok olan hissəsini bilmirik. Bəlkə də odur, amma yenə qulaq asaq. Yəni onlar deyir biz gözləyirdik ki, hava daha yaxşı olsun. Aha. What I hadn't expected was how much quieter it would be, even with the buses still running. Quiet, səs. Səssiz, quiet. Deyir bunlar gözləyirlər hava təmiz olsun, amma havadan çox səssiz olub da. Bəli. Quiet. Of course, everyone said they felt safer, but we were actually amazed that sales in the shops went up considerably that day. We thought there'd be fewer people out shopping, not more. That's really interesting. So, Bunlar az gözləyiblər, çox alıcı gəlib. Elə tərzdə dedilər ki, cavabı. Baxın, Fewer deyirəm. baxın bir də qoyum oraya. People from parking on King Street Aha. left the other car parks open. It was surprising how much of a difference all this made. As we'd predicted, air quality was significantly better. But what I hadn't expected was how much quieter it would be. Aha, havanın yaxşı olacağını gözləyiblər. Better olacağını gözləyiblər. Amma burada less air pollution'dur, daha azdır. Bunu atdıq. Sonra, amma deyir ki, biz gözləyirdik ki, onsuz da hava yaxşı olsun. Gözləmədikləri nəymiş? Səssiz olması. Çünki bu hissəyə bir də qulaq asaq, gözləmədikləri hissəsinə. As we'd predicted, air quality was significantly better. But what I hadn't expected was how much quieter it would be, even with the buses still running. Avtobuslar falan getsə belə, yenə də səssiz olubmuş. Less noise pollution, yes. Bəs o bir hissəyə baxaq. Of course, everyone said they felt safer, but we were actually amazed that sales in the shops went up considerably that day. We thought there'd be fewer people out shopping. Onlar da düşünüblər az adam gələcək. Elra xanım, onların düşündükləri odur. We sold deyir orada, we sold. Düşünüblər az gələcək, amma Toməkisi çox adam gəlibmiş və buna amazed, yəni şok olublar, heyrətləniblər. Ardına bir də baxaq. Not more. that's really interesting. So, the fact that the street Asant görünür, amma çaşdırıcı hissələrə həddən artıq çox Bəli. də yəni. Görürsüz, həm air pollution deyir, amma çaşdırmaq üçün ki, onsuz biz bunu gözləyirdik. Predict sözünü artıq bilən tələbə başa düşür ki, bu gözlənilən bir şeydir. Bizə nə lazımdır? Şok olduqları bir şey lazımdır. Gözlənilən lazım deyil. O şok olduqları da deyir we haven't expected quiet place. A və Y. Biraz çaşdırıcı idi, amma
incə detalları bilib tapmaq olur. Aha. Yəni üçə baxaq. Bunu düzmü yazmısınız? Bir dənə söz lazımdır bizə. Məndə səhv var idi orada. Bəs Nərmin xanım sizdə yadınıza düşürmü? İndi əslində qulaq asdıqca yadıma düşəcək, amma burada daha bir də aşağıdakılar hansı tapşırıqlar baxım da özünə. Hə, bunu mən yaxşı yazdığımı düşünmüşdüm, amma burada daha çox səhvim var idi. Burada. Baxaq. She will definitely look for. Look for. Nə demək look for? Axtarmaq. Yes. O, yəni mütləq Search ola bilər. Yes, search ola bilər. Yes. Mütləq şəkildə bunu axtarmalıdır. Daha doğrusu uyğun art məqalələr axtarmalıdır. Nə iş görür ki? Baxaq. National News item. Birində elə deyir baxaram, maybe falan deyir. Birində deyir ki, baxam deyirəm, dəqiq, yəni bunu heç axtaran deyiləm. O birisində də deyir ki, hə, mütləq baxmalıyam. Danışırda elə bildim tutmuşam, amma tuta bilməmişəm. İnkar edib. Qulaq asarıq buna. Deməli, məqalələrin növləridir. Hansı ki, bu məqalələri yazanda da başqa məqalədən nəsə axtarmalıdır, ya axtarmamalıdır, və yaxud da ki, axtara da bilər, ehtimaldır. Okay, buna baxsaq. What has analyze about Məndə orada 25-26 səhvdir. 25-26. Okay. Deməli, bu əşyaların üzərində Sırasını itemlərdə qaçırmışdım. nəsə var. Nə var bilmirik. Item including və burada headline da daxildir. Yenə də nəsə var. Nə isə bu əşyanın qəzetdən gedir də söhbət item yes. Qəzetin nəyi, ya qəzetin üstündə nəsə var, ya da qəzetin nəyi isə bura daxildir. Qəzetin nəyi nəsə danışırlar, hansı ki bura headline da daxildir. Başlığı yəni. Accompanying the item burada accompany eşlik etmək deyirlər, yəni yanında olur. Accompanying prominent nə deməkdir? Prominent yəni vacibdir, made prominent. Yox, vurğulamaq da. Məşhur eləyir onu, popülərləşdirir. Məşhur, bəli. Prominent person, məsəl üçün, məşhur insan. Yəni, onu məşhur eləyən nədir? Və yazıçının əsas nəyi, hədəfi olar da, yəqin yazıcı əsas hədəfi, fikri, düşüncəsi, arzusu, belə bir şeylər. That writer may take about the reader. Company nə idi dediniz? Yanında olmaq. Türklər deyir, eşlik etmək. Bəli, əməkdaşlıq eləmək kimi. Aha. Writer may take about the reader. Deməli, bu yazıcı qarşısında Z var deyə mübtədalar qoyulmalıdır. The writer may. Hoca haqqında nə isə qeyd eləyir. Yəni qulaq asaq. Qarışıq. Part 3. Qarışıq listeningdə deyəsən. You will hear two students. So questions 21 to 26. Bu məsəl üçün imtahan üçün artıq çətin hesab olunur. Could I ask you for some advice, please? Yes, of course. If you think I can help. What's it about? It's my first media studies assignment, and I'm not sure how to go about it. You must have done it last year. Is that the one comparing the coverage of a particular story in a range of newspapers? That's right. Oh, yes. I really enjoyed writing it. So, what sort of things do I need to compare? Well, there are several things. For example, there's the question of which page of the newspaper the item appears on. You mean Page. there's a big difference? Appears, görünəcək. Yes, which Page'dir. page? Səhifə. Ha, bu yadıma düşdü. Page. Çünki appear sözü var orada, görünür. Between having it on the front page and the bottom of page 10, for instance. Exactly. And that shows how important the editor thinks the story is. Then there's the size. How many column inches the story is given. How many columns it spreads over. Okay. Önemli Size. headline sözü. Deyəcək, bundan sonraki cümlədə deməlidir məncə. Bir də qulaq asaq. So I suppose that includes the headline. It's, Onda size yes, daxildirsə Yes. ölçüsü. it's all part of attracting the reader's attention. What about graphics? Whether there's anything visual in addition to the text? Yes, you need to consider those too.
because they can have a big effect on the reader's understanding of the story. Bir növ ne bu eşləyən yanındadır da. Vizual Effekt olarak. orada, yoxsa vizualda mən visual yazmışdım. Graphics. Grafiklərdən danışırıq. Bu açıq grafik deyirsən, mövzu grafikdir da. Deyir Mənə- ki, ikisi bir yerdə bu Hə. söz, yəni accompaniment şeycidir. Bir yerdə yaz, yəni bir yanaşı olduqda. Graphics yaz. Deyəsən birinci visual yazdım, sonra dedim qrafik sözünün yazılışını bilmirdim. Hə, dedim Grafik. onda olmayacaq falan. Visual Yazışım. yazılsa, o hissəyə ki tam bilək. Column inches the story is given. How many columns it spreads over. And I suppose that includes the headline. It certainly does. It's all part of attracting the reader's attention. What about graphics? Whether there's anything visual in addition to the text? Yes, you need to consider those too. Because they Consider bunu da hesab eləməlisən bura. Bura, yəni bu hissəyə bura daxil eləməliyik, hesab eləməliyiksə accompanyingdir və grafikdən gedirsə. Visual niyə olmur? Çünki visual, yəni onsuz qrafik haqqında danışır ki, bu onun görünən tərəfidir də. Həm də visual adjective deyil. Görünən, yes. Burada bizə noun lazım. The noun. Mən də hansısa sözü, yəni yazanda gördüm sifətdə yerinə uyğun gəlmir də, məndən isim istəyir, amma yazdım yalan. Onlara da diqqət eləmək lazımdır. Çünki nitq hissələri ilə uyğunluq olmalıdır da. have a big effect on the reader's understanding of the story. Sometimes a bigger effect than the text itself. Then you'll need to look at how the item is put together. What structure is it given? Bear in mind that not many people read beyond the first paragraph. So what has the journalist put at the beginning? And if, say, there are conflicting opinions about something, does one appear near the end where people probably won't read it? And newspapers sometimes give wrong or misleading information, don't they? Either deliberately or by accident. Should I be looking at that too? Yes, if you can. Compare what's in different versions. And as far as possible, try and work out what's true and what isn't. And that relates to a very important point. What's the writer's purpose? Or at least the most important Okay, one. bu 5-ci cavabıdır artıq ki, right version. Purpose deyir orada, amma birisində məncə version'da cavab. Version of item. Mən elə yazmışdım, yadıma düşdü ki, version yazmışdım. Qulaq asaq. So what has the journalist put at the beginning? And if, say, there are conflicting opinions about something, does one appear near the end where people probably won't read it? No, buradan başla. How the item is put together? What structure is it given? Structure. Bear in mind that not many people read beyond the first paragraph. So what has the journalist put at the beginning? Əsas deyir o, yəni oxucu ilk hissəni oxuyur, bəs deyir struktur nə verir? What structure is given? Structured deyil. Mən Nasıl bayaq da yes. deyəcəydim. Structure of the item was made prominent. Yəni onu, yəni oxucu orada bu hissəyə baxın. You'll need to look at how the item is put together. What structure is it given? Bear in mind that not many people read beyond the first paragraph. So what has the journalist put at the beginning? And if, say, there are conflicting opinions about something, does one appear near the end where people probably won't read it? And newspapers sometimes give wrong or misleading information, don't they? Either deliberately or by accident. Should I be looking at that too? Yes, if you can. Compare what's in different versions. And as far as possible, try and work out what's true and what isn't. And that relates to a very important point. What's the writer's purpose? Or at least the most important one, if they have several. It may seem to be to inform the public, but often it's that they want to create fear or controversy, or to make somebody look ridiculous. Gosh, I see what you mean. And I suppose the writer may make assumptions about the reader. Nə yaradır? Assumptions. Assumption. Assumption nə demək? Mən assumption sözünü götürüb 25'e yazmışdım səhvim. Onun görə 26. Amma burada bu avtomatik cavabı verir. Write and make.
Assumptions about the reader. Burada tam cavabı deyil. Bəs burada purpose sözünü eşitməmişdiniz. Write a main purpose. Mən purpose eşitmişdim. Hətta 24-də də structure yazmışam. Deyirəm version. İndi deyirəm version. Burada structure biraz qəribə deyir. Bəlkə ona görə. Assumption-a yazmamışdım. Mənim yadıma düşdü də. Qrafiki deyəsən bilmirəm. Düz idi, səhv idi. Axır qrafik eşitmişdim. Bir də 26 məndə 100% səhv idi. Assumption. Equation. Əsas onun tutmaq deyil məğzini ki, nə demək istəyir? Onu tutun ki, suallar hamısı bir-birinə oxşuyur çünki. Elə imtahanda da vərdiş olmalı ki, onu necə yazmaq lazımdır. They have several. It may seem to be to inform the public, but often it's that they want to create fear or controversy, or to make somebody look ridiculous. Gosh, I see what you mean. And I suppose the writer may make assumptions about the reader. That's right. A writer may make assumption about the reader. Eyni cümlədir. Böyle yukarıda geldi. About their knowledge of the subject, their attitudes, and their level of education, which means writing so that the readers understand without feeling patronized. All of that will make a difference to how the story is presented. Bir bizə lazımdır bu. Before you hear the rest of the discussion, you have some time to look at questions 27 to 30. Okay. Gəlin baxaq elə bu. National or international. Of story. Does it matter what type of story I write about? No. National or international politics, the arts, anything. As long as it's covered in 2 or 3 newspapers. Though, of course, it'll be easier and more fun if it's something you're interested in and know something about. And on that basis, a national news item would be worth analysing. I'm quite keen on politics. Would be worse. Dəyər buna, analiz eləməyə dəyər. I'll try and find a suitable topic. What? Dəyər sonunda nəyi götürəcək sizcə? Definitely look. A. Yes, definitely. Dəyərsə deməli mütləq ki, araşdıracaq onu. Yəni o topiki sevib də. Siz nə yazmışdınız? Bunu hamısı sevib yazmışdınız. Xeyr, mən elə bil o birilərini yazdım. O birilərinin heç birində A gəlmədi. Gördüm hamısının heç birində A yoxdur. Dedim 127 adamı eşitməmişdim. Gedib ona A yazmışdım, düz idi. Aha, bir də Yadıma düşdü. As long as it's covered in 2 or 3 newspapers. Though, of course, it'll be easier and more fun if it's something you're interested in and know something about. And on that basis, a national news item would be worth analysing. I'm quite keen on politics, so I'll try and find a suitable topic. Mən cəhd edəcəm ki, buna uyğun topik tapım. Evra xanım, siz necə yazmışdınız bəs? Mən də bunu yazmışdım. B. May? No. Try to-ya görə cəhd edəcəm, mail baxa bilərəm. Ondan əvvəlki hissədə verse hissəsini eşitdinizmi? Hə, indi eşitdim. Verse hissəsinə görə, yəni Çünki mən olsam, əgər eşitsəm, try-ya eşitsəm, onu sırası mən də mail yazardım da. Cəhd eləyirsə, deməli baxa bilər, baxa bilməz. Belə məntiqlə. amma ondan əvvəl gələn sözcü bizə işarə verib ki, bu %100 baxılacaq. Onlar bizi çaşdırıcı hissələrdir də, ona görə deyirlərdi. Məsələn, listeningdə çox belə çaşdırıcı hissələr var. Labirinti gəzmək kimi də listening işləmək. Did you choose for your analysis, Tom? I was interested in how newspapers expressed their opinions explicitly. So, Explicitly nə deməkdir? Bu çox istifadə olunur IELTS-dan. Bilmem. Açıq aydın, precise sözü var, dəqiqliklə. Necə yazılır? Explicitly. Qrupa yazın mı sözü? Hə, qeyd eləyirdim onu. Exactly ilə falan da sinonim ola bilər. Yes, dəqiq. Precisely, explicitly. Dəqiq. Aha, bu deyir, bu dəqiqlik tələb eləyir. Aha, sonra wanted to compare. bir də yenidən qoymaq səni. This is Tom. I was interested in how newspapers expressed their opinions explicitly. So, I wanted to compare editorials in different papers
But when I started looking, I couldn't find two on the same topic that I felt like analysing. İstəyirdi, amma tapa bilməmişdi onunla müqayisə edəcək bir topik. In that case, I won't even bother to look. So in the end, I chose a human interest story, a terribly emotional story about a young girl who was very ill. Deməli, bu editorialda istəyib tapa bilmirsən, nə olacaq? O qız da deyir ki, mən də onda baxmayım da. Məncə. Nərmin xanım, elə bir başa düşmədi biz səni. Mən B yazmışdım, ağlımda B qaldı yenə. Baxın, deyir ki, istəyirdim, axtarım, amma tapıb analiz eləyim də, müqayisədə verim. Bu editorial nəyinəsə müqayisədə vermək istəyir. Amma müqayisə edəcək bir şey tapmayıb. Ona görə deyib ki, yəni tapa bilməmişəmsə bunu axtarmayım da. Qız da deyir ki, həm mən də axtarmayım. Bir də burada qızın fikri lazımdır, baxın. Bəli, mən də ona görə Editorials əsasən ona, in Aha. əsasən ona fokuslanmışdım, qızın fikirlərinə. Oğlan dediklərinə heç fikir vermirdim. Ona görə mən də səhv getdi çox. O qız onun dediklərinə reaksiya verir. Baxın, bir də qoyum ora. papers. But when I started looking, I couldn't find two on the same topic that I felt like analysing. Ha. In that case, I won't even bother to look. Bu halda onda mən də deyir, baxmayım da. Mən də baxmamalıyam. Onda she definitely won't look for an article. Aha. İndi keçək human interest. In the end, I chose a human interest story, a terribly emotional story about a young girl who was very ill, and lots of other people, mostly strangers, raised money so she could go abroad for treatment. Actually, I was surprised. Some papers just wrote about how wonderful everyone was, but others considered the broader picture, like why treatment wasn't available here. I usually find stories like that raise quite strong feelings in me. I'll avoid that. Perhaps I'll choose... Deyir, mən adətən baxıram bu cür storylərə. Bu dəfə deyir, qaçacam bundan. I'll avoid that. Bir də güclü təsir olur mənə. Hə. I'll avoid. Avoid sözünü görə Gör necə deyirlərsə avoid sözünü heç başa düşməzdim mən. İndi bir də qoyacağım o hissəyə. Considered the broader picture, like why treatment wasn't available here. I usually find stories like that raise quite strong feelings in me. I'll avoid that. I'll avoid. Perhaps I'll choose an Qıza art... pis təsirləyir də, yəqin güclü təsir olsa, pis təsir isə bundan qaçır. Yes. Və axırıncı. topic, like different reviews of a film or something about funding for the arts. I'll think about that. Yes, that might be interesting. Okay, well, thanks a lot for your help, Tom. It's been really useful. You're welcome. Good luck with the assignment, Hazel. Or something about funding for the arts. I'll think about that. Yes, Hakkında that might... düşünəcəm. I'll think about that. Yəni, Kesin bəlli deyil də. baxacam. Bəli deyil. Yes, be. Deməli, ipucu kimi nəyə götürdük orada? National News Səhv Item'da yes worth sözü oldu ki, buna dəyər. Dəyərsə, deməli, %100 definitely look for'dur. C-də məsəl üçün qız, oğlan deyir, tapa bilmədim, qız deyir, onda mən də baxmayım da, yəni önəmi yoxdur. 29-da human interestdə avoid sözü. Biraz sürətli dedi. Avoid, artam oradan başa düşdü ki, çəkinir. Birisi də ki, yəni bəlkə baxaram, I think to look for about it. Bu da oldu B. Biraz sürətli deyirlər və qarşı olur. Biz gərək ki, özümüzü hazırlamalıyıq. Mən readingdə sizə demişdim, özümüzü mütləq hazırlamalıyıq. Nəyi axtarırıq? Eyni listeningdə də keçərlidir. Nəyi axtaracağımızı biləndən sonra hər şey rahatlaşır. Biri var ki, elə belə definitely look for-a baxacam, mail look deyə. Biri var bu, bir də özümüzü hazırlayırıq. Definitely look for deyirsə nə deməkdir? Yəni %100 baxacağı hissədir. Orada hansı sözlərdən istifadə edə bilər? Burada dəftərinizə qeyd edə bilərsiniz ki, definitely look for worth it. Dəyər buna. Bunları işləyə dəftərinizə qeydlər aparsaz. Çünki o listinglər olsa təkrar gedirlər. Sadəcə listing dəyişir, verilən suallar demək olar ki, eyni qalır. Sonra mail look deyirsə, bu haqda düşünərəm. Və ya başqa nə deyə bilər sizcə? Probably deyə bilərmi? Yəqin ki, buna baxacağam. Maybe. Hə. Bunlardan istifadə edə bilər də, yəni. Definitely won't look for elə avoid sözü. Konkret bizə işarə göstərir. Hamısı bunlar işarə üzərində qurulmuş şeylərdir. İngilis dilimizi yoxlamır əslində bu. Yəni konkret işarə. Məntiqdir də, bildiyim məntiq. 70%, 60% məntiqdir, 40% ingilisdir.
Aha, dördüncü baxaq. Burada səhvimiz olub. Burada məndə 2 dənə deyəsən dəqiqəm. Düzdür, bu daha çətin idi. Digərlərinə baxan çox sürətli danışırdı elə bil. Yəni Onda ağlımda elə qalmışdı. sadəcə bir Amma dənə. yazmışdım yenə də baxırdım. 38 ilə 40 səhv yazmışam mən. 8, 40. Yo, bir dənə 38 səhv yazmışam. 38. Nərmin xanım sizə yadda deyil, hə? Nəyi səhv Yox, yazdım? yox. Ancaq qulaq asım biləcəm hansı yadımdaydı. Hansı Yəni nə qulaq yazmışdım. asaq. Hadisələr çünki o qədər asan. Biri məsələn işləməsəydi, siz özünüz bilirsiniz, onca işləmək lazımdır. 4-ə baxaq mı? Çünki çox akademik olurdu. Nowadays, we use different products for personal cleanliness, laundry, dishwashing, and household Sabun cleaning. lazımdır. But this is very much a 20th century development. The origins of cleanliness date back to prehistoric times. Since water is essential for life, the earliest people lived near water and knew something about its cleansing properties, at least that it rinsed mud off their hands. During the Nə ilə yuyublar ona, nədən istifadə ediblər? Madla, palçıq. Palçıqla. Buydu da səhv yazmışdım sözün yazışı. Hə, mud yaz, mad. Ana yazsaq belə. Bu əsəbi olmaqdır. I am mad at something. excavation of ancient Babylon, Ha, niyə bura evidence was keçirik? found that soap making was known as early as 2800 BC. Archaeologists discovered cylinders made of clay with inscriptions on them saying that fats Made of deyirsə, nədən? Nəydən hazırlanmaqdır? Claydən deyir. Clay. Gildən, yes, clay. Bu onun elə bir xüsusiyyətini göstərir də, clay cylinders. Gildən olan Bunu silindir. səhv yazmışdım məsələn. Bu səhv idi məndə. Çünki clay sözünü heç özündə bilmirdim sözünüzü gildi. Yes, gil, clay. the excavation of ancient Babylon, Aha. evidence was found that soap making was known as early as 2800 BC. Archaeologists discovered cylinders made of clay with inscriptions on them saying that fats were boiled with ashes. This is a method of making soap, though there's no reference to the purpose of this material. Siz görürsən nə yazmısınız bura? Ha, deyim. Keçən dəfə də demişdik out of, bir də made from. Onlarda nəsə materialdır, qeyd edim. Out of, made from, yes. Aş Materialdır. istəyirdi, nə deyirdi burada? Aş kül deməkdir. Küldən isildi. Getdi, uşaq gəldi, fikrim yayındı burada. Of. Tamam, yenidən qoyaram, baxaq. 2800 Bir dəqiqə, bu The excavation of ancient Babylon, evidence was found that soap making was known as early as 2800 BC. Archaeologists discovered cylinders made of clay with inscriptions on them saying that fats were boiled with ashes. This is a method of making soap. Bu sadəcə sabun. Sabunun yaradılma yolu idi ki, nə külü falan qarışdırırlar yağla falan. Bu sabunun yaradılma metodudur. Amma bizə nə istəyir? Silindr nə idi? Necə idi silindr? Gildən idi də silindr. O tapılan silindrdən gedir. Özdə baxın, material sözü var burada. Buradan avtomatik başa düşür ki, silindrin materialından gedəcək söhbət. No reference to the purpose of this material. The early Greeks bathed for aesthetic reasons and apparently didn't use soap. Instead, they cleaned their bodies with blocks of sand, pumice, and ashes, then anointed themselves with oil and scraped off the oil and dirt with a metal instrument known as a strigil. They also Made of and made Oil. made from'du, out of'du, bir də made of'du. Üçü də bu yanda made of əlavə olundu siyahımıza. Materialı göstərir. Material olaraq nə dedi buna? Bu strigil materialı nə oldu? Bir də qoyum o hissəyə baxaq. Yazın burada. Baxın. Instead, they cleaned their bodies with blocks of sand, pumice, and ashes, then anointed themselves with oil and scraped off the oil and dirt with a metal instrument known as a strigil. Metal instrument known as a strigil. Strigil kimi tanınan metal bir instrumentdir. Deməli, material nə oldu? Metal. Yes. Görürsüz sözü. Yəni demir, metaldan hazırlanıb falan demir.
Qəsdən o instrumentin qarşısına metalı yazır və bizə göstərir ki, materialı budur. Metal. Also used oil mixed with ashes. Clothes were washed without soap in streams. The ancient Germans and Gauls are also credited with discovering how to make a substance called soap, made of melted animal fat and ashes. They used this mixture to tint their hair red. Heyə, saçlarını. Saçlarını rəngləmək üçün istifadə edirlər. Aha. Soap got its name, according to an ancient Roman legend, from Mount Sapo, where animals were sacrificed, leaving deposits of animal fat. Rain washed these deposits, along with wood ashes, down into the clay soil along the river Tiber. Women found that this mixture greatly reduced the effort required to wash their clothes. As Roman civilization advanced, so did bathing. The first of the famous Roman baths, supplied with water from their aqueducts, was built around 312 BC. Roman what? Mən civilization ya, civil. Water. No, water verilib. Water carried Roman. Su Hə, daşını water Roma nəyinə? Nəsə bilmirəm, nəsə deyildi o sözü, amma Bilərik, qulaq mən asaq. civilization. Bence bundan sonraki cümlədə demirdi cavabı. Bu da değildi. Burada dedi, eşitdik axı Roman adın qarşısına. What? The clay soil along the river Tiber. Women found that this mixture greatly reduced the effort required to wash their clothes. Bu hissə qutardı. İndi keçir. As Roman civilization advanced, so did bathing. Aha, Roman civilization niyə yazmır? Çünki Roman civilization tarix olaraq qeyd edilib burada. Bu onu qeyd edib onsuz da. Sivilizasiya vaxtının sonunkini qeyd edib ki, bu sivilizasiya da artıq Roman civilization deyil. Həm də su daşınıb Roman sivilizasiyasına doğru gəlmir axı. Su daşınıb hara? The first of the famous Roman baths, supplied with water from their aqueducts, was built. Okay, Roman baths hara supplied, təmin olunurdu, su ilə təmin olunurdu. Nə? Roman baths by aqueducts. Hamamları. Hamama su daşıyırlar. Bəs, odur. Özə sızına demirlər, bunlar t-la birləşdirirlər. Axı o th səsidir. Th səsi aksent olaraq biraz fərqlənir də. Hər kəs bir cür tələffüz edir onları. Buna bats belə deyirlər. Boğazda elə bir sıxılma gedib bats belə deyirlər. Və bir də qoyma hissəyə onların tələffüzü budur da. Greatly reduced the effort required to wash their clothes. As Roman civilization advanced, so did bathing. The first of the famous Roman baths, supplied with water from their aqueducts, was built around 312 BC. Yəni artıq bu hissəni bildik ki, sivilizasiyadır. İl verilirsə, həmçinin tərcümə də eləməliyik axı. Su sivilizasiya daşına bilməz axı. Su gərək harasa bir yerə daşınsın, öz aqueducts tərəfindən, baths. Cəmdə dedi də, baxaq. Wash their clothes. As Roman civilization advanced, so did bathing. The first of the famous Roman baths, supplied with water from their aqueducts, was built around 312 BC. The baths were luxurious, and bathing became very popular. And by the 2nd century AD, the Greek physician Galen recommended soap for both medicinal and cleansing purposes. Təmizləmə məqsədinə istifadə olunub. Aha, indi bizə lazımdır Avropa orta əsrləri. After the fall of Rome in 467 AD and the resulting decline in bathing Bu habits, hissə much of Europe felt the impact of filth on public health. This deməli health, sağlıq problemləri. Baxaq nə? personal cleanliness and related unsanitary living conditions were major factors in the outbreaks of disease in the Middle Ages. Nəyin yaramasına gətirib çıxarıb? Disease. Xəstəliyin. Occurrence yaranmadır. Ortaya çıxıb. Particularly the Black Death of the 14th century. Nevertheless, soap making became an established craft in Europe, and associations of soap makers guarded their trade secrets closely.
Vegetable and animal oils were used with ashes of plants, along with perfume, apparently for the first time. Gradually, more varieties of soap became available for shaving and shampooing, as well as bathing and laundering. Nə əlavə olundu bəs sabuna? Perfume. Parfüm, yes. O sən Nərmin xanım bir eşitmədi. Yox, eşitdim. Onu yazmışdım. Parfüm yazmışdım. Major step toward large-scale commercial soap making occurred in 1791, when a French chemist, Nicolas Leblanc, patented a process for turning salt into soda ash, or sodium carbonate. Soda ash is the alkali obtained from ashes that combines with fat to form soap. The Leblanc process yielded quantities of good quality, inexpensive soda ash. Modern soap making was born some 20 years later, in the early 19th century, with the discovery by Michel Eugène Chevreul, another French chemist, of the chemical nature and relationship of fats 38 eşitmədik. 38. Bunda səhv yazmışdı Elvira xanım. obtained from ashes that combines with fat to form Bir dəqiqə. turning salt into soda ash. A major step toward large-scale commercial soap making occurred in 1791, when a French chemist, Nicolas Leblanc, Buralar aiddir. According 1791, Leblanc'a görə nə? patented a process for turning salt into soda ash. Nə çevrilirdi soda? Duz. Salt. Duz çevrilirmiş. Deməli, nədən yaradılıb? From salt. Salt. Turn sözü ilə əvəzləyiblər ki, buna dəyişilmiş. Parafraz olunub da ümumiyyətlə cümlələr. Sodium carbonate. Soda ash is the alkali obtained from ashes that combines with fat to form soap. The Leblanc process yielded quantities of good quality, inexpensive soda ash. Modern soap making was born some 20 years later, in the early 19th century, with the discovery by Michel Eugène Chevreul, another French chemist, of the chemical nature and relationship of fats, glycerine, and fatty acids. His studies established the basis for both fat and soap chemistry, and soap making became a science. Further Turn it into became. Eyni götürülür. Science. Science. Turn it into çevrilir olur. Became. Right. Science. Böyle Biraz yazmıyor. da bilərik. Turn it into'nu became-lə qoysaq əvəzləsək, dəftərə yazsaq, gələn dəfə görsək, adımızda saxlayaq. Və axırıncısı developments during the 19th century made it easier and cheaper to manufacture soap. Until the 19th century, soap was regarded as a luxury item and was heavily taxed in several countries. As it became more readily available, it became an everyday necessity, a development that was reinforced when the high tax was removed. hay, Soap was then something ordinary people could afford, and cleanliness Taksi orada. Yes. High tax was removed there. Yes, tax. Birincini yazmadıq, 3 dənəsini yazdıq. Bizə lazımdır 30 olmalı. Yes, 3 dənəsi. Gəlin. 30 oldu. İndi biz bugün neçənci gündür? 2-ci gündür. 3-cü günə siz 15-in 4-cüsünü işləyərsiniz. 4-cü günə 15-in 3-cüsü. Yəni bunu təkrar. Dəqiqə. 5-ci gündə bunu müzakirə edəcəyik. Qeyd eləyim qrupa. Hansı günə dediniz? 3-cü günə? 3-cü günə 15-ci kitab test 4. Elə reading da listening reading işləyəcək. 4-cü günə 15-ci kitab elə bu 3-cü test. Yenidən baxaq. Bunu artıq elə bir 3-cü dəfə işləmiş olacaqsınız da. Bir dəfə özünüz işlədiniz, bir dəfə mənlə. Bu da 3-cü olacaq. Necə olacaq nəticə? Sizin axırıncı imtahanınız nə vaxtdır? Fevralın 5-i. 30-u sonra da 5-i. 30'u da var. 5-ci gün. Bəli.
İmtahanınız saat neçədəydi sizin? 9-da. Uzdadır. 9. Üçüncü gündən bir də writing şey deyəcəkdi. Writing olacaq da bizdə. Writing. Writinglər yazmalıyıq. Bəli. Yes. 9-dadırsa imtahanınız. Gəlin öz vaxtımıza çata bilərik bəlkə də. Qatarıq 9-da qutarıq. 11-də çıxırıq da, yəni. Keçən Qatarıq. həftə 7 idəydik. Axşama da sala bilərik 5-ci gün. 5-ci gün axşama məndə hazırlıq var 9-da. Ay, hə. Yəni 8-də. Ha, okey. Bütün listeniz idi. Məndə də var. Nəsə qaranlıq qalmadı. Xeyr. Yox. Amma mütləq Nərmin xanım sizə səhvlər var idi. 20 dənə yazmışsınız. Orada səhvləri mütləq gedin videoda baxın. YouTube yüklədiyim Reading edirsiniz, yaxşı. mütləq baxın ki, orada bir harda səhv eləmisiniz, niyə səhv olub, nə isə bilməsəniz, başa düşməsəniz, yenidən yazın qrupa, məndən soruşun mütləq. Okay, gəlin readingə keçək. Biz neçə saat neçədir? 12-dir. 30 dəqiqə içində reading yazmağa 2 mətni, hətta 25 dəqiqə deyim. 25 dəqiqə üçün yazmağa çalışmalıyıq. Gəlin başlayaq. Ay yox, bir dəqiqə. 15 buradadır da. Reading listeningdən daha çox sevməyə başlamışam. Nə olsun az yazıram, amma daha Reading maraqlı gəlir. maraqlıdır. Maraqlı gəlir. Yazanda elə baxdaram falan, nəsə şey çözürəm. Elə bil. Puzzle. Yox, tapmaca tipli. Bilinməyən sözləri tapırlar belə. Crossword. Hə, oxşuyur ona. Mən də Listening reading. səbrim yoxdur qulaq asma. Mən də readingi çox sevirəm, maraqlıdır. Gəlin tez başlayaq. Aha, burada nə qədər düzünüz çıxmışdı? 2 dənə 26-dan. Məndə deyəsən 16. 16, bəs nə? 15 dənə məndə 15. Okay, 15. Gəlin Mən- Amma başlayaq. 35 dəqiqəyə, 40 dəqiqəyə yazmışdım daha doğrusu. Biz indi 25 dəqiqə yazmalıyıq. Gəlin yenidən başladım bunu. 0-dan 25 dəqiqə başlayaq. Okay. Birinci nəyə baxmalıyıq? Sürətlə getməyə çalışırıq. Çünki sürətli yazmağı öyrənməliyik. Birinci nəyə baxmalıyıq burada Elvira xanım? Tez bunu nəyə baxmalıyıq? Deməli, burada baxırıq ki, on leaving school more did what. Deyir ki, atasının istədiyini eləyirdi leaving school-da. Atasının Atasının istədiyini. istədiyini eləyirdi. Burada atası ilə bağlı hansı hissə varsa işarələyirik ki, bizim ipucudur, gəlib ora baxacaq. Paralel gedirik. Elə yuxarıda birinci yəni abzas. Birinci abzasın axırıncı cümlə. After leaving Axırıncı cümlə yes. Və bunu bir dənə tərcümə eləsək, Deyir ki, after leaving school-dan sonra deyir ki, ümid eləyirdi ki, sculpture olacaq, amma deyir ki, onun əvəzində deyir atasının arzusunu tamamladı. Hansı ki deyir train school teacher. school teacher oldu. Yes, getdi Məndə school teacher oldu. yes. Onda atasının arzusunu Yerinə yetirib. yerinə yetirdi də bu truedur. Yes. Bəli. İkinci nəyə baxacaq? Moore began to studying sculpture in his first term Leeds school. Deməli Leeds School Art yerini tapmalıyıq. Birinci dəfə deyir orada. Yəni birinci term. Birinci semestrdə Orada. deyib, başlayıb belə heykəltaraşlığı oxuyub bu adam. Enrolled at the Leeds School of Art. He studied Hayır. 2 years. First year he spent most of his time drawing. Yes, burada false-dur. Asan da idi bunların cavabları. When Moore started at the Royal College of Art, its reputation for teaching sculpture was excellent. Royal College Art bizim üçün bir Bir də vücudu, excellent da orada. bir də əsas mükəmməl müəllim olub orada. Heykəltaraşlıq öyrədib. Aha, haradır Royal College? Elə orada üçüncü abzasında. İkincidə də var. Burada da var. İkisində də var, amma birinciyə baxaq. At the end of the year, he passed the sculpture examination and was awarded scholarship. In September, he moved to London and Nə gəlir bu not given olmalı deyə. Müəllimi Yəni haqqında nəsə yoxdur. Yes, yox idi. Mənim Not də ağlıma elə qaldı. Moore became aware of ancient sculpture as a result of visiting London museums. Bizim için sinonim nədir burada Nərmin xanım? Keywords daha doğrusu. London Museums əsas. Aha. Bir də aware of-dur. Aha, Ancient məlumat sculpture. olub. Yes. London muzeyləri hardadır? Deyib burada. London Museums. Buranı oxuya bilərikmi? Hə, oxuyum. London Museums, particularly the British Museum, which had a wide-ranging collection of ancient sculpture during the visits. Baxım. Beauty of Ancient Africa.
Burada yox idi axı məncə. Aware of. Məncə deyir aware değildi. Məlumatı olur. Yazmışdım. Məlumatı olur. Baxın, deyir ki, London muzeylərinə, xüsusilə Britaniya muzeyinə gedir, hansı ki, orada geniş kolleksiya var idi. Ancient sculpture, baxın, wide ranging collection of ancient, bunlar var. Bu hissə var. Ancient, baxa məlumat alıbmı? During these visits he discovered, kəşf edib, yəni məlumat alıb da. Discover the power. Hə, burada da And bit deyir of ki, amma Ha? become aware düzdür bu. Yox, məncə bu true deyil axı. True'dur Yəni məncə. kəşf edibsə məlumat tutaq ki, nəyisə haqqında məlumatınız yoxdur. Misir haqqında tutaq ki. Misirə gedib kəşf edirsiniz məlumatları. Deməli siz məlumatları əldə edirsiniz də, öyrənirsiniz. Məlumatlı olursunuz. Və yox nədir məlumatlı olmaq? O da discover-la əvəz olunur. Yes, discover the power and beauty of ancient Egyptian and African sculpture. Bilirsiniz necədir? Nəyisə kəşf edirsinizsə, yəni məlumatı alırsınız da, öyrənirsiniz. Məlumatlı olursunuz. Became aware of ancient sculpture. Siz bunu nə yazmısınız ki? Bunu mən düz yazmışam, amma indi deyə bilmirəm. Bəs Baxın, Elraham siz nə yazmışdınız? düzdür Mən ha düz məndə. yazmışam, buna elə true yazmışam. True olar. Yes. Bu Mis discover. elə discover-la tapmışam. Yazanda gərək qırmızıladıqlarımı da işarə eləyim. Bəs beşi necə deyərsiniz? Tracaders Museum's Mayan sculpture attract a lot of public interest. Varmı? Aha. Ümumiyyətlə baxmalıyıq burada. Birinci Trakada Museum adını tapmaq lazımdır. O da elə burdadır, altdakı. Trakada Museum nə deyir? Burada attracted the public interest. Aha, Visit burada nə deyir? together, right? Mən bilən orada public değildi. Yəni public haqqda yazılmamışdı deyəsən. İndi Burada Bəli, elə düz deyir. özünə Mən görə də ağlıma elə gəlir. o Özü haqqında. təsirlənir. Hə, özü təsirlənir. İnsanlar baxın bir dənə dəqiq. Impressed by impressed by Ha, yes, özü təsirlənir. Adamın public interest public yoxsa interest bu nə yox. olar? Not given. Not given, Yox, yeah. not given. Yoxdur axı məlumat not given-dır. Məlumat yoxdur. Aha, altını deyə bilərsinizmi Elvira xanım? Nəyə baxmalıyıq? Human sculpture similar. Oxşardır deməli. Aha. Same sözünü tapmaq lazımdır. Düşünür ki, Maya heykəlləri başqalarından oxşar, başqa heykəllərlə. Maya heykəlləri hardadır? Sırayla gediriksə, burada elə burada var Maya sculpture. Deyir ki, fascinated olur. Aha. Deyir ki, düşünür on originality no other. No other Yes. yoxdur başqa. Başqalarında yoxdur, hə. Hə. Onda bu nə olacaq? Yoxdur. False. False olacaq, yes. The artists who belong to, bunu da Burada da Unit 1-a baxmaq lazımdır. Unit 1-ın adını tapmaq Unit lazımdır. Aha. Və Elə nə aşağı. istəyir A bizdən? more popular sözü. Unit 1 sırayla getsək əgər. Orada. De burada, hə, Unit 1. Bizə nə istəyir ümumiyyətlə? Bu Unit 1-a bağlı olan rəssamlar nə istəyirdilər? Müasir art, müasir incəsənət və arxitekturanı daha populyarləmək istəyirdilər. Varmı belə bir şey? Populyar Var idi. yazılmamışdı məncə. Yazılıb ki, baxın o birisi cümləyə orada yazılıb. Common public merits of. Ya ortaya çıxartmaq istəyir Modern da. üstünlüklərini. Amma populyardır ki o yəni. Modern and movement. İşte movement, yes. Movement inkişafıdır da, yəni hərəkatı mənasında. Onda düz olmalıdır o. The aim of group bizə lazım məqsədləri. Bunlar məqsəd istəyir, axı wanted istəyirlər nə? Was to convince the English public of the merits of the emerging international movement. Yes. Elə mən baxdım ki, səhv yazmışam bunu. True Mən yazmışam. gətirib buna not given yazmışam ki, yəni populyarlığı yoxdur. Həqiqətən yəni başa düşməmişdim ki, bu populyarlıq harda yazılıb burada. Yəni bilirsiniz, movement sözünə görə o bilir ki, bunu inkişaf etdirmək istəyirlər də, önə çıxartmaq istəyirlər. Önə çıxartmasa populyar eləmək istəyirlər. Aha. İndi buna baxaq. Burada deməli harda olur səhviniz? Bir dənə bu 7, Elvira xanım, sonra başqa. Məndə bir dənə 7-dədir. Aha. Nərmin xanım siz də Məndə bir dənə 1-dədir. Onu da səhv başa düşmüşdüm. O qədər bir dənə 1-i saxlamışdım. O qədər baxdım, yenə tapa bilməmişdim. Tuta indi bilmədim. başa düşdünüzmü o hissəni? Bəli. İndi keçək buna. Bir dənə söz istəyir bizdən. Nələr fikir verəcək Nərmin xanım? Sırayla gediriksə, elə burada başlayaq. Deməli baxım. Burada birinci 1930-cu illərə baxmaq lazımdır, onu işarə etmək lazımdır. O da throws out 1913-dən başlayır. Orada başlayır cümlə. Bir də Latest Galleries-in adını tapmaq lazımdır. Buradan Ondan başlayaq. sonra
Royal Net- College. Yes. 1931 əslində yuxarıda var idi. Mən də elə onu görüb sonra birinci 30-lara baxıb sonra 31-dəki gördüm ki, o da uyğun ola bilərdi də. Deməli, urged to offer his bu kişinin nəyinsə Tərk eləməli idi Royal College-ı, leave the Royal College. Bunun nəsə bəli, məcburiyyətlərdir ki, birinci nəyisə təklif eləsin. offer Nəyi təklif edirdi, hə. offer. Nəyi təklif eləmək bunu bir növ məcbur edir? Reviewları idi deyəsən. Bir dənə baxım yenə də dəqiq. Baxa, birinci yuxarıda nə deyir? Criticized by the press. Press, yəni nəşriyyat tərəfindən tənqid olunub bu. Burada nə yazılıb? He held an exhibition at the Lager Galleries in London. His works was enthusiastically welcomed by fellow sculptors, but reviews in the press were extremely negative. Yes. Bu birinci hissədir. İndi bizə lazımdır ikincisi. Bu negativ olubsa buna gələn tənqidlər. Deməli, nə olub? Notorious bu arada bu nə deməkdir? Resignation. Resignation. Aha. Tamam. Bir dənə buna baxın. Notorious sözü keçən dəfə readingdə var idi. Mənfi mənada, yəni pis fiqur kimi təqdim o, pis insan kimi. Bu sözü mütləq qeyd edin, çox istifadə olunur. Aha. The will calls for his yes. Call-un əvəzinə urged. Urged. Call-un əvəzinə sinonim kimi istifadə olunub. Tələb ediblər bir növ ya da ki, beni məcbur ediblər ki, getsin neynəsin. For his resignation. Nə deməkdir bu söz? Heç mənasını bilmirdim amma gördüm uyğun gəlir yazmışdım. O bilirsiniz nədir? Yəni sizi tutaq ki, işləyirsinizsə, məcbur eləyirlər ki, iş yoldaşlarınızdan, yəni işdən çıxasınız da, istefa verməyə məcbur eləsinlər, məcbur eləyirlər. İstefa bir növ. Özünüz çıxırsınız da, yəni işdən. Kimsə sizi çıxartmır. Onu tələb eləyiblər. Bu da tərk eləyibmi kollec? Royal College. Following year, yes, növbəti il, his contract expired and he left to start his Dutch department. O başlayır, gedib bura. Art School of Art in London. 40-cı illər. 40-cı illər aşağıdadır. In 1940. Ondan Aha, aşağıda. nə istəyirsən? 40-cı illərdə deyir ki, qayıtdı təzədən şəkil çəkməyə. Əvvəl nəsə işləyirdi, deyəsən orada da var idi. Sonra qayıdır təzədən şəkil çəkməyə. Çünki səbəbini axtarmaq lazımdır orada, nəyə görə qayıtdığını. Baxın, readily available. Nə isə mümkün olmayıb. Deyəsən bir dəqiqə bilmirəm. Nə mümkün olmayıb orada? Bu yəni heykəltaraşlıq üçün nə isə olmayıb. Orada deyir stop teaching. Orada dayandırır teaching'i. Aha. Farmhouse'a qayıdır to the farmhouse. Force him to focus on Materiallar yox idi da. shortage material. Yes, Materialların azlığı. materials, yes. Yes. Görürsüz, readily available, not readily available sözünü shortage. Shortage sözündən, yes. Özü Əl force çatan vaxtı. deyildi. Yes. Özü görsə force məcbur eləyib onu ki, to focus on drawing. Başlasın şəkil çəksin. Aha. While visiting his hometown, Moore does some drawings of. Deməli, ölkəsinə gəldi, nələrin şəkil çəkib daha çox? Some drawings of. Bizə lazımdır hometown hissəsi. Family, depicting a family. Mən əslində elə yazmışdım deyəsən. Mənim də ağlıma elə bir şey gəlib də baxım. Hardadır o hissə? Deyib ki, o birisi 1944-də olan. Bu ailənin şəkil çəkib. Amma bunu kənddə mi eləyib? Bizə lazımdır ki, çox şəkillər nəyinəsə əlaqəli olub. While visiting his hometown. Öz ölkəsinin kəndinə də bir növ vətəninə getdikdə. 7 dənə şəkli, 9 kopyası çıxıb onlardan. Bəs burada bir şey var axı. He returned to Castleford to make a series of sketches. Sketch burada drawing sözünün sinonimidir. Minors. Minors, mədənçi. Minors nədir ki? Mədənçi. Mədənçi. Digging and mining. Hə. Yes. Mədənçilər. Mən də orada family. Mən family yazmışdım. Elə bilirəm ki, 10-cu səhvliyində baxdım, 10-cu səhv yazmışam. Elə 10-cu məndə də səhvdir. Bu alır axı ona. 10-11 səhv gedib. Bu alırsa işləyir bu. Bu ailə üzərində işləyir. Bizə lazımdır özü kəndə gedəndə, vətəninə gedəndə nə edib? Baxın bir də oxuyaq buranı. Sırayla gedir də cavablar onsuz da. Buranı dedik ki shortage of materials'dır. Sonra he did numerous small sketches of Londoners. Londonluların şəkillərini çəkir. Later turning these ideas into large color drawings in his studio. Sonra he returned to Castleford to make series of sketches of the miners who worked there. Castleford'a Amma gedib bilirəm family cavabı var amma orada deyil. Orada cavab minordır. 11-dədir family. miners. Depicting a family, drawing. Orada da sculpture of a family. Ha, ucu işləyirsə, burada var idi conversion hissəsində. Ki, hə, nəyin şəklini bir dəqiqə? Sculpture of a... No, şəkil deyil ucu burada. Sculpture, baxın budur, heykəl.
Heykəllər. Family niyə götürmürük? Burada family-ni niyə götürmürük? Çünki bu ailənin heykəlidir, yuxarıda bizə şəkil istəyir. Bax siz qarışdırmısınız. Yuxarıda bizə drawings istəyir. Ailənin şəklini çəkmir ki bu adam. Sadəcə ailənin heykəlini düzəldir. Bu onlar həm family, amma yuxarıdakı mütləq minors Bəli, nədən mən də minors götürürəm. Drawing-in əvəzinə sketch qoyum. Sketchlər də belə ağ-qara şəkillər var ya, onlara aiddir. Aha. O sonra 12-də start to buy more work. Başlayır More'un işlərini almağa. Deməli bir insan. Collectorlar idi deyəsən. Morse work became available to collectors all over the world. Bu Yes. Hə. kollektorlar yer. Kollektor. Kollektorlar üçün əl çatan oldu. Yəni onlar başladı almağa. Hı. Və 13-cü nəyə artır bunun? Makes it possible for him to do more ambitious sculptures. Buna o qədər belə nəsə artır ki, buna görə həvəsi də artır, mümkün olur ki, daha yaxşı heykəllər düzəltsin. The boost increases-in sinonimi. His income Income. Gəliri artır, bəli. Yes. Biz bilirik ki, boost income-ın sinonimidir. Ona görə də bunları yəni sinonim götürürük və income yazırıq. Yes. 13 dəqiqə birincini yazdık. Keçirik ikinciyə. Ura bu matchinglər. Sizin həmişə çətin çəkdiyiniz. Bir matching var burada, bir də fill in the gaps. Gəlin birinci fill in the gaps-ə baxaq. Yox, gəlin burada işarələrimizi qoyaq, nəyə fikir verməliyik və ipucularını qeyd edək. Dəftərinizdə mütləq qeyd edin. Birinci, getting the finance for production. Ümumiyyətlə bu sözü görürüksə, nə sözləri ola bilər? Money, economy, Money sonra business, economy falan ola bilər. business, ekonomi, birdən pulun məbləği də ola bilər. Finance. Bu çox çıxacaq. Belə mətnlər hər Mən belə money ilə tapmışdım deyəsən. money ilə, pul və ya da money, nəqd bir pulun qiyməti. Sonra deməli bizə lazımdır ki, bunların əldə elədikləri gəlir lazımdır bizə birincidə. Hansı variantda, hansı paragrafda o verilirsə onu qeyd edəcəyik. İkincidə nə istəyir bizdən? Unexpected benefit. Yəni gözlənilməz bir faydası. Üçüncüdə nə istəyir bizdən Elvira xanım? Initial inspiration. Initial. Yəni ilk dəfə olan İlk nə? fikirlər. Inspiration. Inspiration həvəs deyildi yoxsa? Həvəsdə. Yes, həvəsi. İlk həvəsi və yaxud da ki, ona nə deyirlər? Ruhlandırmaq da. İlk nədən ruhlanıblar bu insanı? From deyir özü. Nədən? Dandan şəkilçisi. Bu yeni produktı hazırlamaq üçün nədən ruhlanıb, nədən cəsarət eləyiblər? Nə bunları motivasiya eləyib? Harda qeyd olunursa onu qeyd. Özü new Mən onu ilk reviewlar kimi, ilk feedbacklər kimi başa düşmüşdüm. No, not feedback. Inspiration, ruhlandırmaq, inspire. Sonra dördüncüdə nə istəyir? A range of potential customers for the device. Potential customerların, yəni əvvəlki alıcıların Növləri. Range. Hansı ki növlər dedik ki, yəni Potensiallı potensial müştərinin növü də deyə bilmərik, amma yəni hansı tipləri, hansı potensial customerlar var idi bu device, bu aləti üçün? Müştərilərin tipləri. Sonra 5-cidə nə istəyir bizdən Nərmin xanım? deyir ki, deyir bu müxtəlif alternativlərdən. Bunu nə fərqləndirir? No, not hazırlanır. Vote var orada. Vote makes Nədən hazırlanır? Yox. hazırlamaq Alternativlərdən müxtəlif hansı device? Fərqləndirir, nə ilə fərqləndirir? Difference var burada, different daha doğrusu. Bunu alternativlərinə fərqləndirən nədir? Nədir? Makes orada icbar növdür da. Yəni bunu fərqləndirən nədir? Biz baxmalıyıq ki, hansısa paraqrafda bu nədən danışırıq? Desalination, production, climate, təmiz su hazırlanması. Burada nəsə bir device var ki, o device-ı fərqləndirir. Bu device başqalarına nəyinsə görə fərqlənir. Ondan sonra biz baxmalıyıq ki, bu device-ı yaratmaq üçün ilk həvəs hardan gəlib? Bu device-ı alan müştərilərin tipləri hansılardır? Ondan sonra bu device-dən gələn unexpected benefit nə olub? Və nə qədər gəlir əldə ediblər? Hansından harda danışılırsa onu qeyd edəcəyik. 6-cı nə istəyir bizdən Nərmin xanım? Təmiz su, müxtəlif range of tipləri də hansı mənbələrdən? Mənbələr. Yes, bizə lazımdır təmiz suyun gəldiyi mənbələr. Mənbələr. Range of sources tapmaq lazım. Yes. Overcoming production difficulties nə deməkdir? Məhsul deməli
Overcome üstəsindən gəlmək. Yes. Bu çətinliklərin üstəsindən gəlmək. Overcoming production Orada overcome. Elə bunun Yes. hamısı gedir. 8-də nə olar bəs Elvira xanım? Profit not the primary goal. Deyir ki, mənfəət, yəni əsas onlar üçün məqsəd deyildir. Yes, gəlir onlar üçün əsas qol deyil. Əsas məqsəd deyil. Deməli onlar üçün əsas məqsəd başqa şeylərdir. Aha. 9. İsti qarşılayırlar device-ı, yəni xoş qarşılayırlar. The number of people affected by a water shortage. Bəzi insanlar təsirlənirlər suyun azlığından da, yəni təsir edir. Su qıtlığı. Özü Lack number of of water deyil. ola bilər məsələn. Yes, lack of water ola bilər. Özü number of deyil, nömrə istəyəcək bizdən. İnsanların sayı veriləcək orada. Biz fikir verməliyik hansı, əgər verilibsə orada hansısa bir insan qrupunun sayı ki, bunlar qıtlıq çəkirlər, əziyyət çəkirlər sudan, biz onu qeyd edəcəyik. Orada verilibsə əgər ki, hansısa, yəni bunların məqsədi pul deyil, bunların məqsədi başqa şeylərdir, gəlib bunları qeyd edəcəyik. Neçə dənədir burada? 10 dənədir, amma aşağıda 3, 7. Deməli, burada 10 dənədir, amma aşağıda 7 dənədir. Hansılarsa istifadə olunur. Bəli, işlərsi boş. Həmçinin bu tip tapşırıqlarda birinci bunu işləyək ki, fill-in-də qəbsi, vaxtımız getməsin. Bunu işlədikcə paralel gedəcək. Aha, gəlin bax, Elvira xanım sizdən başlayaq. Nəyə fikir verməliyik? The energy required to operate the design comes from sunlight. Deyir, sunlightdan gəlir. Device qrupu istifadə olunur different locations. Hər yadıma düşdü. Müxtəlif locationlarda istifadə olunur. Yəni müxtəlif sahələrdə. Yer deyil də deyəsən orada sahə idi, səhv verməmisə. As it has, deyir, onun nəyi var? Çünki location yer, sahə, field sahədə, location yer, məkanlar. Müxtəlif məkanlarda istifadə oluna bilər. Çünki bunun nəyi var? Ümumiyyətlə bu haqqda harda verilib? Bunun sunlight sözü bizim üçün bir ipucu olsun. Harda görmüşük sunlight'ı? Birincidən başlayaq. Traveling around the Thailand. Burada deyil. Burada different places məni çaşdırmışdı, elə bilmişdim budur. Amma deyildi. Bu idi elə deyəsən. Just sunlight. C variantı just Aha, sunlight. bura. Yes, deməli bu paragraf üzərində gedirik. Aha. Nə istəyir? Bunu müxtəlif yerlərə apara bilirlər. It easy to transport, daşımaq. Asandır. Nəyə görə? Thanks to its two wheels. Bir dənə təkərə görə. Yes. Amma bizə bir dənə söz lazımdır. Nəyi yazacağıq? Wheels. It has wheels. Bəzən tələbələr götürüb two wheels Bəli. yazırlar. Bizə bir dənə söz istəyir. Burada as çünki mənasında istifadə olunubdur. Bunu müxtəlif yerlərdə istifadə edirlər çünki təkərləri var. Thanks to its two wheels. Okay. Aha, sonra Water Sonra is burada sayır pipe'dır. Water flows over solar panel. Öyle davamıdır o. aha. Cümlədə. Water enters through pipe, yes, and flows as a thin film between sheet double glazing surface solar panel. Deməli bu nə olur? Pipe şeydir də, boru. Bəli. Boruya tökülür və suyun axını solar panel üzərində nə olur? Hara götürülür o? Hara göndərilir? Dimma converted to steam. Özə baxın, burada E artiklı var. Sayıla bilən isimdir. E artiklı var. Burada hansı var? Hədə a small boiler. Sonra where it is converted to steam. Steam değil orada. Mən elə yazmışdım. No, steam buxar. Buxar sayılmır axı. Bizə Bəli. sayılması lazımdır. Water enters Film olacaq orada, isim film. E artiklı var, yes. Flows, baxın burada. Water flows hissəsi buradır da. Hardan axır bu? Asin film. Bu qarşısında E artiklı var. Sin yazmır ki, onun sifətidir da. Film bilirsiniz nədir? Elə boru kimidir. Bu pipe kimidir, amma daha belə geniş borudur da. Amma burada onun arıq formasını istifadə olunur, nazik borulardan. Sin filmindən istifadə olunur. Yəni ümumiyyətlə boru deməkdir. Aha. Water flows over solar panel. Sonra nə olur? Ardını Nərmin xanım deyə bilər. Any particles. Orada any particles olan cümlə var idi onsuz. Trap particles olur. Yes, them two tubes. Particles. Tapsam bir Bu dənə bura yerəcəm. Hə.
To trap particles, yes. When the steam cools, it becomes distilled water. The device has very simple filter to trap particles, and this can easily to shaken to remove them. Sonra davamki cümlədə deyir ki, davamındakı cümlədə two tubes liquid coming out. Nə Yox. istəyir? Types of nəysə tipini, növünü istəyir bizdən. Aha, amma biz qarışdırmayaq da 23-ə baxaq birinci. Bu any particles in the water are caught in nədə tutulur? Nə? Trap sözü tutmaqdır ya, tələyə salmaq, tutmaq. Ha. Sinonimidir. Nədə tutulur? The device has a very simple filter. Özü yenə də Filterdə. yes. Yenə də Filterin article içində. var və a very simple filter. Very simple bizə lazım deyil. Bizə ismin özü lazımdır. Filter Yes, yaz. filter. Sonra nə olur? Mən elə bilirəm 24-də baxırıq bayaqdan onu axtarıram. Type of one of the Bir waste dənə turbadan oradan gedir və bütün növlər nə olur? Bütün növlər çölə çıxır. Come out. Nəyin bütün növləri çölə çıxır? water. Two tubes, baxın. Two tubes for liquid coming out. 2 dənə suyun çıxması üçün yer var. One for waste. Biri tullantılar üçündür. Bir daha özə çıxmaqla adlıdır. Another for Tullantıların növləridir də elə waste məncə. yes. Çünki burada növlərini də danışırıq. Waste var. Yes. Danışmasaydım mən liquid yazacaqdım. Bu olacaq waste. Və axırıncı and transmit də yəni keçir. Ötürülür. 24 deyir məncə o waste. Ay sorry. Waste. Aha. Sonra screen displays ekranda nəsə görünür. Screen hardadır? De burada. LCD screen. Shown görünür. Nə görünür? Company deyil. Mübtəda nədir? Baxın görünür LCD screen-də. Mübtəda nədir? Performance. Performance. Yes. Performance da orada görünən. Yes, performance. Və and transmits the information to the company so that they know. Social nature sözünü tapmaq lazımdır orada birinci. Yes, özü tələb eləyir. Require əvəzində ola bilər. Demand. Demand da ola bilər, yes. Hansı bir transmit sözü baxın buradadır. To the company. Transmit sözlə deməkdir. No. Transmit ötürülməsidir, keçməsi. Ötürülmə. Transfer sözü var, ötürülür, keçirilir. Bəli. O mənada. Şirkətə köçürülür, hansı ki təmin eləyir bunu nə ilə? Əgər mümkündürsə, servicing. Servicing. Provide sözü ilə təmin edir. Mən elə servicing yazmışdım orada. Hansı ki onlar bilirlər. When necessary, mümkün olanda, önəmli olanda, hansı ki servicing təmin olunur. Yes, servicing. Yes. Yəni indi buna baxaq, yuxarıdakına. Yuxarıdakını, məsələn, bunu işlədikdə, həmişə bu tip çalışmaları birinci və sonuncu cümlələr daha çox baxırıq hesablamaq üçün. Yəni buraya buna baxaq. Nədən danışdıq biz ilk cümlədə? Elvər deyə bilərsinizmi? Bir dənə tez sürətlə oxuyub. Nədən danışdıq burada? Gün ərzində deyir 15 litr su istehsal edir. Kifayətdir ailə üçün, hansı ki yemək pişirməyə və su içməyə. Point. Necə? Its main selling point that's unlike standard desalination. Aha, deməli burada bir dənə bizim variantlarda var idi, different eləyirdi. Yes. Standart sözün yerinə alternative qoymuş. Standart desalination texniklərindən fərqlidir bu, unlike-dır. Müəllim, mən bunu düz yazmışdım elə unlike sözündən. Bu nəyə aiddir? C-yə onda yazırıq 5-i. 5-dir də o. Nəyə götürək? Yes, 5. Keçək birincidən. Bunu da oxumaq üçün, tapmaq üçün. Deyirsə, burada çox səhv eləmişsiniz. İlk 2 cümlələri falan oxuyursunuz. Tapırıq cavabı. Gəlin baxaq. Birinci Elbirxan başlayaq sizdən. Taylanda deyir 1990-da səyahət edir. William Jackson xoşlayır, impressed olur. Basic, sadə ruflardan. Rooftop, damın üstündəki roof damıydı da. Damın üzərindəki solar heatingdən, solar heating sistemindən bir növ təsirlənir. Görür ki, çox evin üzərində var. Nədir ki, bu nədir ümumiyyətlə? Enerjini günəşdən alır və istifadə edir suyu istiləşdirmək üçün. Domestik ev üçün istifadə olunur. 2 il sonra Johnson neyinir? İnkişaf elətdirir bu ideyanı. Gedir South Asia və portable device yaradır. Yəni daşına bilən bir qrup yaradır. Hansı ki, günəş işığı ilə suyu təmizləyir. Nə götürə bilərik burada?
Burada initial şey ola bilər, inspiration yoxsa? Yes. Ondan həvəslənir də. Impressed. Bəli. Təsirlənir. Yes, bu 3-dür. 2-ni desin Nərmin xanım. Unexpected benefit deyirsiniz. İndi bu yox, yəni B-ni oxuyaq. Ha, B-dəki 2-nin. Hansına uyğun Bir, olar? Ne küçük burada deməli from different places müxtəlif yerlərdən gəlir su. gələn sudan danışır, müxtəlif yerlərdən. Burada da elə bir şey var idi məncə. Baxaq bu hissəyə. Different, what make the device different from alternative? No. Baxın, operates as mobile distillation unit that can take water. Suyu götürür müxtəlif yerlərdən. Siz oxumuşsunuz da o hissəni. Suyu Diqqətlə götürür bax. müxtəlif Bax, yerlərdən. finance-dan danışdıqmı? Bunu belə işləyirik. Finance-dan danışdıqmı? Yox. Unexpected benefit? Yox. Xeyr, elə bir şey Initial olmadı. yazmışıq. Range of ümumiyyətlə consumerdan danışmırıq. 5-i də qeyd eləmişik. Range of source mənbələri. Cleaning water Hardan from a götürür? rain. Deyirəm, hardasa belə bir şey oxuduq axı bayaq. 6. Ona görə sürətli işləmək üçün siz bunu oxudunuzmu? Bura gəlin baxın. Variantlarla çıxın. Bu varmı? Yox. Bunu Bunu atın. mən səhv işləmişəm. Başa düşdüm. Aha, bunu bu metodla gedin. Oxudunuz, tez Metod burada misal. baxın. Yenə də uyğundur, uyğun deyil. Belə baxın. Aha, 4-ü onda İlk cümlə ilə başa düşmək olur. bu tip çalışmalarda 90% ilk cümlə və son cümlə ilə baxırıq. Bəzi hallarda ortada verirlər cavabı. Aha. C-yə məsələn görən kimi burada yadımızda saxlamışıq axı paralel gedirik də. Yadımızda saxlamışıq harda nə var. Görən kimi avtomatik ağlımıza gəlir ki, budur. C-ni yazdıq, D-yə nə yazarsınız bəs? Son vaxtlardakı analizlərdən danışır burada Aha. birinci. Nəyin analizidir? Yoxlanışlarda Population. versus population lives Yaşayırlar nəyinə? lives with severe water. Burada Sevir deyir neydi? az water var da. Çətin deyil. Elə 10 gedə bilərdi bəlkə də, hə? Yes, hər il ayda bir dəfə ən azı su qorxusu yaşayırlar bunlar. Nə Bəli. ola bilər? İnsanlara aiddir bu shortage. 10-cu olar the Ay, number yes. of people. Özü Elə sayda bu- verir də, 3-də 2 demişdim. Yadımdadır ki, Verir. water severe sözdə bu 6-cı conversationımızda var idi. Yes. Tapşırıqlarda falan hepsi var. Sonra i-ni deyə bilərsinizmi Elmira xanım siz? And devices aimed at variety of use. Deyir ki, yəni müxtəlif məqsədlər üçün istifadə Yox, olunur. yox, müxtəlif məqsədlər deyil. İstifadəçilər üçün. Özü müxtəlif istifadəçilər. Onda deyil, 5-4 olacaq. Range of yes. 4. Ay Allah, mən özüm işləyəndə belə Bunu tapamıyorum. belə 4-dən belə işləyə bilərik görəsən. Bu Bu daha belə- rahat imiş. Digər headingdən daha rahat. Doğrusunda deyir more than hərflər istifadə oluna bilər. Burada elə şey Bu ən yoxdur. asanıdır. Bu ümumiyyətlə bugünkü testi mən gördüm ki, çox asandır. Bilirsiniz necə? Hər testin işləmə yolu var. Bu testin işləmə yolu budur. İlk 2-3 cümləyə baxırsınız. Amma bu tipdə olsa da biz niyə bunu belə test tapdıq? Çünki burada qeyd eləmişik axı. Qeydlərimizi aparmışıq da paralel gedir. Ucu yadımıza düşür də. Görsəz siz bunu oxuyan kimi hə, bu var idi. Aha, bəs F-də nəyə götürərik? Nə istəyir bizdən? Burada Qiymətlər pul müxtəlif. var da elə. Dən baxım. Amma baxaq. Bayaq ondanca. Birinci olacaq ya elə. Diqqətli Finance olun. olan. In developed countries it's likely to come. Yes, $1000. Amma G-də də şey var. G-də də var. Onda axıra qədər. Hə, ona görə baxdım elə. We are venture with a social mission. Missiyaları nədir? Sosial missiyaları var da. Onda finance-dır bu. Yox. Orada var ya, Missiyaları profit not the varsa- primary goal ola bilər. Goal, yəni məqsədləri nədir? Missiyalar tamam. Goal da orada Yes. 8-cidir cavab. Venture business həvəslidir də onu eləmək. Yəni əsas həvəsləri haradır? Sosial missiyasıdır. Pula görə işləmirlər yəni. Burada var idi hə nəsidir? Bu 8. Yəni 8. Ay Allah. uşaq. Bir də ən axırıncısı pul var burada. It has raised funding sözü. Hə. Finance həmişə var, funding, elə. yes, onun pulun toplanılmasıdır. Baxaq, it has raised, yes. Nə qədər pul toplanılıb onu qeyd edib də. Baxın, raised toplanılıb, yığılıb mənasında. Bu da olar Birinci. birinci. Yes. İndi 31 dəqiqə oldu burada, 32 dəqiqə. Sadəcə biz danışdıq deyə 32 dəqiqə oldu. Bunu 30 dəqiqə yaza bilərsiniz siz. Bir dənə də izah verək. Niyə görə bunları yazdıq? Nərmin xanım siz başlayın. İndi deyin görün nəyə görə bunları götürdük. Məsələn, A-da nəyə əsasən bunu götürmüşəm? Nəyi götürmüşük A-da? Üçüncünü. Necə tapdınız da? Düşünün ki, tələbəyə izah eləyirsiniz. Ona əsasən tapdıq ki, əsasən yəni ilk nədən
təsirlənib də, ruhlandığı şey nədir? Was impressed. Impressed sözü ilə elə inspiration'ı Bir götürdük. sinonimdir. Ona əsasən götür. Sinonim deyil, sadəcə bu kontekstdə eyni Bəli, mənanı. kontekstdə eyni mənanı verir. Təsirlənib. B-də yes, təsirlənib. B-də deməli baxım görüm. Take from different places deyir. Orada da deyir ki, range of sources, suyun gəldiyi yerlər, Mənbələr. mənbələrini axtarır. Ona görə orada cavab 6-cı olacaq. Üçüncüdə mən bilirəm üçüncü heç nə getmirdi yox. Unlike standard desalination techniques. Onlar kimi, yəni standart texniklərdən başqa, yəni alternativlərindən başqa. Different Fərqləndirən techniques. Onda Özə baxın, alternative. point Burada var, yəni. 5-cidir. C. Yes. Baxın, its main selling point. Bunun əsas satılmasının əsas pointi odur ki, bu standart texniklər kimi getmir. It doesn't require generated power supply, just sunlight. Sadəcə günəş işığı tələb eləyir. Yes. Dini deyə bilərmi Elbira xanım? Niyə biz bunu niyə götürdük? Okay, two sources of water population. Severe water var. O da ki, yəni su azlığı deməkdir. Water shortage olmalıydı orada. Sonra İdə device aims. Deyir ki, istifadə eləyənlər, müxtəlif növ istifadə eləyən insanlar. O da range of the potential customers olmalıdır. Bir də burada nömrəsi də verilib də, the number hissəsində görürsünüz 3-də 2-si, dünya əhalinin 3-də 2-si. Bizdə də number sözü var idi axı burada. Demişdiniz ki, rəqəm. Yes, rəqəm olmalıdır. İni dedi F. F-də isə deyir ki, social missiyamız bizdə əsasda. Mission, daha doğrusu goal sözünün sinonimini götürdük. Sosial məqsədlər var idi. Yəni həvəsdən eləyirdilər də, pul deyildi onların məqsədi. O da 8-ci profit not the primary goal. Burada hətta humanitarian sektor da var. İnsanlarla işləyən sektoru nəzərdə tutur. İnsanlara yardım, humanitarian insanlara yardım eləməkdir. O sektorda işləyirdilər. Yes. Humanitarian aid də var deyəsən. Yes. O bilirsiniz, Afrikadakı falan insanlara yardımı. Yardım ehtiyacı olan insanlarda. Məsələn, siz tutaq ki, bu mətin deyil, başqa bir test gəlib, imtahanda çıxıb qabağınıza bu tipdə bir şey. 2 dənə paragrafda puldan danışılır. Və variantın içində də pul sözü var buralarda. Nə edəcəksiniz? Məsələn, ikisində də pul var. Oxuyacağıq, tərcümə edəcəyik. Yes, bunu axıra qədər oxuyacaq ki, içərisində onu fərqləndirən bir şey var. Bizim axtardığımız cavab olmalıdır. C-də də funding sözünü orada görürük ki, pulu tələb eləyir. Məncə bu yolla siz gələn dəfə işləsəz, siz düz yazacaqsınız. IELTS-da tapşırıqların növləri var da. True, false, not given-dır. Sonra belə headingslərdir. Sonra başqa nələr vardı? Məsələn, fill in the gaps-lərdir. Bunun üçüncüsü də var. Baxın, belələri də ola bilər. Cümlələri tamamlamaq ola bilər. Bunlar. Ayda çox çətindir də bunlar. Multiple choice var burada. Mən istəyirəm ki, siz bu 2 dənəsindən 26 yazasınız. 26-dan 26. Ondan sonra keçin 3-ə. 3-ün yöntəmini mən sizə deyəcəm. O, yəni yazacaqsınız da. Siz bu ikisini tamamlayın. 26 yazın. Oldu mu? Deməli, növbəti dərs sabaha bunun 4-cü versiyasını işləyərsiniz. 4-ü. 4-cü günə isə bunu təkrar işləyərsiniz. Oldu mu? İndi gəl yox. Bəlkə səsi səhvimiz var. Yox. 26. Hələ ki 26-dır. Bu 26-nı tam yazsaz, əla.